Bura Şəki şəhərində Oxut masivi adlanan yerdə yerləşir. 11 sot həyəti var. Həyət kvadratdır. Dörd bir tərəfi kubiklə bağlıdır. Həyətin gördüyümüz kimi həyət kvadratdır. Həyətində müxtəlif cür ağaçları var. Həyətdə 2 ev var. Köhnə ev və təzə ev. Bu hissədə Navesdir. Köhnə ev 4 otaqdan, təzə ev 3 otaqdan ibarətdir. Hamam ayaq yolu evin yanında yerləşir. Buranın torpağı məhsuldardır. Daş təmizlənir. Əkin biçinlə məşğul olmaq istəyənlər üçün əlverişlidir. Bu köhnə tikili evidir. Bu isə başbütöv Navesdir. Köhnə tikili evdə bu isə mətbəx üçün nəzərdə tutulan yerdir. Bura bir otaqdır, istifadə olunan. Bu hissədə də 2 otaq var. Bura hal-hazırda depo kimi istifadə olunur. Bu yeni tikili evdir. Yeni tikili evin qarşısı belə bir Navesdir. Bura aynabət üçün nəzərdə tutulub. Buranın aynaları alınıb hazırdır. Burada belə bir zaldır. Buranın polu taxta. Pataloq dik. Qapı, pəncərə taxta. Bu hissədə bir yataq otağı. Burada 3-cü otağımız. Bunların da polu və pataloq dikdən ibarətdir. Bu həyətin evin qarşısından görünüşüdür. Kommunallardan bu hissədə su, işıq, telefon, internet xətti var. Bura mətbəx üçün nəzərdə tutulub, mətbəx kimi istifadə olunur. Burada şüşələri alınıb bağlamaqdan ötəri. Bu hissə hamam. Bura ayaq yolu.